Sürücülərdən, piyadalardan, yol polislərindən, bizi izləyən, tanıyan bütün izləyicilərimizdən çox artıq dərəcədə xahiş edirəm. Sizə işimiz düşüb. Dünən saat 7-də Masallı postunu keçmişik. Saat 9-da da hardasa ona işləmişdi, Bakıya giriş eləmişik. Lökbatan girişini su basmışdı, kanalizasiya xəttləri tıxanmışdı. Maşınla bizdə sedandır. Keçəndə kapotun düz üstünə qədər su bastı maşını. Sürdük, getdik, Bibi Heybət məscidi tərəfdə, ora yaxın. Gördük ki, maşının üstündə nömrə yoxdur. 99 Lalə 098. 99 LL 098. Nömrəmiz düşüb. Bilmirəm, bəlkə cənubdan Bakıya gələnə qədər yolda düşüb. Çünki leysan yağış var idi. Amma güclü şübhələndiyimiz adres, %90% nömrənin itdiyindən şübhələndiyimiz adres Lökbatan dairəsidir, Lökbatan kruqu. Çünki dünən Lökbatan kruquna çata-çatda mərkəzə gedən yolda yolu su basmışdı. Bizlə bir yerdə 15-ə yaxın adamın maşın nişanı, nömrə nişanı düşüb dünən. 10 nəfərdən çoxu öz nömrəsini tapıb, bir dənə biz tapa bilməmişik. Bir də bizlə bir yerdə 1-2 nəfər. Yol polislərindən artıq dərəcədə xahiş edirəm, siz bütün günü yollardasınız. Lökbatan dairəsi çevrəsində və yaxud da cənubdan Bakıya qədər olan düz yolda çox xahiş edirəm. Gözünüz yolda olsun, dəyərli sürücülər, atalar, siz bizi izləyirsiniz, bilirəm, övladlarınızla bir yerdə. 99 LL 098 qeydiyyat nişanını kimsə görsə xahiş edirəm. Instagramda, TikTokda, fərqi yoxdur, YouTube'da mənlə əlaqəyə keçin. Şəhriyar gecədən saat hardasa 10-dan 11-dən Lökbatan dairəsindədir. Səhər saat neçədir indi bilmirəm, 12-dir, 1-dir. Günorta. Yəni dünəndən oradadır, dünən axşamdan oradadır. Ümumiyyətcə evə gəlməyib. Çünki o nömrə itsə duplikata çıxardılmır və tapılmağı da müşkül məsələdir. Məcbur ona görə özü qalıb orada. Su oradan azalana qədər, qutarana qədər axtarırlar. Uzun boğaz çəkmələrlə giriblər, suyun içini axtarıblar. Nə qədər nömrə tapılıb? 1-2 dənə nömrədən başqa. Biri bizim nömrədir, biri də 301-dir. Neçədə həmin adamın da nömrəsi tapılmır. Neçə dənə maşın orada dünən xarab olub. Canlı yayımda da göstərdim sizə. Yəni artıq dərəcədə xahiş edirəm. Lökbatanda yaşayan varsa bir dənə keçəndə nəzərinizdən keçirdim. Tanışı, qohumu, atası, əmisi, Səlyan və yaxud da Qaradağ postunda çalışan varsa, imkan daxilində biz saat 7-9 aralığı o postlardan keçmişik. Axşam 7-dən 9-a qədər bu aralıqda o postlardan keçmişik. Sadəcə yağış yağdığı üçün güclü leysan gedirdi. Postda heç kəs qalmamışdı. Hamı içəridə idi. Əgər çöldə polis olsaydı, bizim nömrə düşmüş olsaydı 100% saxlayıb xəbərdarlıq eləyəcəkdilər. Tərslikdən polis də olmayıb deyə biz bilmirik. Yolda düşüb, yoxsa orada düşüb. %90% ki, Lökbatanda düşüb, amma bəlkə səhv yerdə axtarırıq. Səlyanda, Qaradağda çalışanlar varsa çox xahiş edirəm. Bizlə əlaqəyə keçə bilsəz və yaxud da bir dənə bizim oradan keçdiyimiz saatlarda nömrəmiz üstündə olub maşını yoxsa yox baxıb xəbər eləyə bilsəz çox şad olarıq.